Diqqət, danışır Bakı. O, Azərbaycan radio məkanında qeyri-adi səsi, heç kəsə bənzəməyən zövqü, yüksək mədəniyyəti, alicənablığı, diktor peşəkarlığı ilə tanınan, radioya yeni səs, isti nəfəs gətirən bir şəxsiyyət idi. Onun səsi ilə lentə alınan yüzlərlə veriliş fonotekamızın fondunda saxlanılır. Neçə-neçə xarici film Azərbaycan dilində səsləndirilib. UNESCO-nun 2 qızıl diskində onun qeyri-adi səsi yazılıb qorunur. Bu dünyada heç nə itmir, heç kim unudulmur. Əgər vətən evladı onun yolunda, quraqlıqda yağışa, dumanda günəşə, tufanlarda çəpərə, şaxtalarda oda, alova, yağı düşmən qabağında müxənnət ürəyinə sancılan gülləyə dönməyi bacarırsa, Yusif Muxtarovun səsindəki zəngin çalarlar, rəngarənglik, harmoniya imkan verirdi ki, o yazılan sözlərə, cümlələrə yeni nəfəs versin. O, Azərbaycan dilinə xidmət göstərən əvəzsiz insanlardan biri idi. Yusif Muxtarovun səsi Allah vergisi idi. Amma bu səsi daha da təsirləndirən bir sir var ki, o da məhəbbət idi. Bu o məhəbbətdir ki, Yusif Muxtarov ömrünün sonuna dək ona sadiq qaldı. Xalqımızın sevimli aktrisası Amalia xanım Pənahova ilə Yusif Muxtarovun məhəbbətinə şəhadət verən övladları da ölkəmizin layiqli vətəndaşlarıdır. Yusif Muxtarov böyük istedad sahibi olduğu kimi həm də gözəl ata idi. Məhəbbət, atalıq hissi, yaradıcılıq. O, böyük məharət və ehtiramla bütün ömrü boyu qismətinə düşmüş bu 3 xoşbəxtlik arasında ahəng yaratmağa nail olmuşdu. Deyirlər ki, istedadın gözəl keyfiyyətlərindən biri onun böyük və faydalı işə xidmət etməsi, başqaları üçün örnək ola bilməsidir. Diktor Yusif Muxtarov belə istedadlardan idi.